Xpeng-i görəndə onun o qabaq uzun farası çox cəlb edicidir və arxada belə deyək, faralar bir foksa yığılıb, bir orta foksa yığılıb, stop yananda çox maraqlı bir geometriya yaranır orada. Deməli, avtomobilin bir çox funksiyaları adamı cəlb eləyir. Avtomobilin üzərində deməli masaj var. Masaj təkcə qabaq oturacaqlarda deyil, arxa oturacaqlarda da var. Ona görə ailə üzvlərinin harasa gedəndə rahat dincəlib uzaq yola çıxmaq olar. Soyuducu da həmçinin. Soyuducu da çox gözəl işləyir. Klimat kontrol ayrı bir zonalara ayırmaq olur. Bir də ki, ən çox belə deyək, biz iş günündən sonra daha çox yorğun oluruq. Ola bilər yuxulu oluruq. Deməli, zolağa qayıtma funksiyası çox yaxşı funksiyadır. Misal üçün, xəttin üstünə çıxdınsa, avtomobil özü səs verir ki, səni zolağın üzərinə yenidən qaytarır. Bu çox yaxşı funksiyadır. Əlavə funksiyalardan qeyd etmək istəyərdim. Yük bölümündə açanda avtomobilin podveskası aşağı yatır və o çox rahatdır. Çünki əlində ağır bir şey olanda, yük olanda onu yerləşdirmək daha rahat olur. Belə elementləri görəndə, belə funksiyaları görəndə məndən soruşurlar ki, Xpeng nədir ümumiyyətlə sənin üçün? Əslində Xpeng mənim üçün bir sadiq dostdur. Çünki mən özüm tikinti sahəsində qeyd etdiyim kimi işləyirəm və mənə sürətli, çevik, funksional avtomobil lazımdır. Mən bu funksiyaları hamısını Xpengdə tapmışam.